Polis orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. Qaradağ rayon polis idarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər. Stop Narkotikas xəbər verir ki, tədbirlər zamanı Nəsrullah Həbiyev, Hacıağa Əkbərov, Elşad Əliyev, Sənan Qaracayev, Mahir Haşimov, Tural İbrahimov, Məhbub Həsənli, Qurban Muradov və Şahin Zamanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Faktlarla bağlı Qaradağ rayon polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir. Bənzər əməliyyat tədbirləri Lənkəran şəhərində də həyata keçirilib. Lənkəranda polisin əməliyyatı zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stop Narkotikaza verilən məlumata görə, Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb. Ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar Ağcabədi rayonunda da davam etdirilib. Polis Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlayıb. Daxili İşlər Nazirliyindən Stop Narkotikaza verilən məlumata görə, Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. İdarələrində olan avtomobilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, Tariyel Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Bu istiqamətdə son əməliyyatlardan biri isə Biləsuvar rayonunda aparılıb. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stop Narkotikaza verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib araşdırma aparılır.